Yox canım, mən evimdə deyirəm yatmışdım. Efirə çıxıb efirdən mənim ünvanıma şər böhtanlar danışan, sizin təriflədiyiniz, tərəfini tutduğunuz o xanımdır. Girin verilişə baxın da, görün mən onun adını çəkib nəsə demişəm. Belə deyil. Siz burada mənə yazırsınız, siz ona yazmalısınız ki, bax Afət evində oturmuşdu. Niyə çıxıb efirdə Afətdən danışırsan? İşin gücün yoxdur. Ki o bilmirdi ki, o məndən danışanda çıxıb ona cavab verəcəm. Eşək bilirdi. Sadəcə olaraq istəyirdi ki, mənimlə reklam qazansın, reyting tutsun. Reklamı mən görürəm də, Moskvaya əvvəllər həftədə 2 dəfə, 3 dəfə gəlirdisə, indi 10 gündə 1 dəfə. Siz də görürsünüz də. Barışsaq nə olacaq, barışmasaq? Fərz edin barışmışıq. Vəfanın heç ayrı köç ayrı, mənim heç ayrı köç ayrı. Mənim show biznesdə bir dənə də yaxın rəfiqəm yoxdur. Mənim heç ayrı köç ayrı, mən Rusiyada yaşayıram. O da orada, nə onun mənlə asılacağı, nə mənim onun. Sadəcə olaraq, insan bir də çıxıb efirdə mən olmayan yerdə məndən başlayıb danışmağa. Özdə siz fikir verdinizmi ki, bir verilişdə 4 nəfərə Vüsal Əliyevə də əleyhinə danışdı. Pünhanın da, Şəbnəmin də, mənim də. Nə oldu? 4'ümüz də pis olduq birdən-birə. Bir verilişdə 4 insanın əleyhinə. Nə dərəcədə düzgün? Yox canım, mən evimdə deyirəm yatmışdım. Efirə çıxıb efirdən mənim ünvanıma şər böhtanlar danışan, sizin təriflədiyiniz, tərəfini tutduğunuz o xanımdır. Girin verilişə baxın da, görün mən onun adını çəkib nəsə demişəm. Mən veriliş aparıram evimdə, onun ona aidiyyəti var. Temboli də özü qayıdır deyir ki, indi şər də desə ünvanıma, yaxşı Vəfa, sən əgər belə düşünürsən ki, yəni o ki, Afət mənə dedi, mən onları sənə demirəm. Əgər mən sənə o toyda onu demişəmsə, bəs onda sən yəni o şeyi özünə şamil eləmirsənsə də, ya sənin o şəxsi işindir. Adam onda sual verirlər. Həm deyirsən ki, Afət dedi, mən onları sənə demirəm. Mən onu özüm bilərəm, mən obrazam danışıram, mən ad çəkmirəm zaten. Mən özüm bilərəm kimə deyirəm, kimə yox, kimlərə. Bəs onda adama deyirlər, ne gedib məhkəməyə verirdim mən? Jurnalist sual verəndə deməlidir ki, bura o sualların yeri deyil, sən sualı verirsən, bizdə xeyr, elə olmuyor. Özü deyib ki, Afətin şəklini qoyur. Mənə elə bildirdilər ki, özü maraqlı olub da bu şeydən danışmağa. Ya da ki, jurnalist ola bilər qoyubdur, bəlkə də mənə səhv çatdırıblar, orasını bilmirəm. Desin ki, mən olan verilişdə Afəti qoyuram. Mən jurnalistəm, həm də müğənniyəm dostlar. Həm də blogerəm. Hamısından. Ayıbdır yazanların ərlərindəndir. Uşaq dünyaya gətirsələr, görəsən, yenə o qadınların, uşaqlarının tərəfini saxlayarlar, maraqlıdır. Sən ona yorumların, yox, mən hava limanındayam da. Mən də birazdan uçana qədər. Siz yazarsınız ki, Vəfa deyirdin ki, Vəfa Zeynallı hanı göstər. Bu göstərsin görək Vəfa Zeynallı hardan. Mən Vəfa Zamanlı demişəm. Onu da dünən canlıda da demişəm. Aidiyyatı yerlərə də yazıb vermişəm. Sən mənə şər ata bilməzsin. Atdığın şərə görə də məhkəmədə gəlib cavab verərsən, ağlın başına gəlir. Mən efirə zəng eləməmişdim. O vaxtı məni efirə qoşmuşdular. Onda vermişdi məni məhkəməyə. Dostlar, onda dekabr ayı nə idi? Ya da noyabr idi. Artıq oktyabrda vermişdi o məhkəməyə. Ona görə məni qoşmuşdular. Orada demişdilər ki, səni yoxa məhkəməyə verib. Dedim ki, özümün ikisi də birdən aydın versin. Məhkəmə adam üçündür də. Məhkəmə adam üçün deyil ki, adam üçündür. Əgər cəmaatın uşaq onu sizə mənə təsir zad eləmir. Mənə təsir eləsə başqa cür danışarım. Siz görürsünüz, sakitcə oturub verilişimi aparırım. İndi kimsə bic doğacaq deyə mən veriliş aparmamalıyım. Mən həmişə də aparacam verilişimi. Elə eləyəcəm o tipli uşaqlara, məktəbdə bic bala deyəcəklər, institutda bic bala deyəcəklər. Evlənəndə də onun, bu tipli adamlar cəmiyyətdə bir də qələt eləyib sağlam həyat yaşayanlara dil uzatmayacaqlar. Bu bic bala doğan tipli adamlardan danışıram. Mən konkret kimisə fikrimdə tutmuram, bic doğanlardan danışıram.
Yox, nəyə qəbul eləyəməyəm? Hər gün toydayam. Bir nömrə mənəm. Gözəl ailə məndə, gözəl toylar məndə. Məndən o yana varım, ən təbii müğənni mənim. Cəmat gedir, şəklini aparır, burnunu 2 dəfə kəstirir, başına qaynaq saç qoyur, çilpon, milpon, afətə oxşadır özünü. Mən indi kimə taxıllıq eləməliyəm ki, başa düşürüm. Tanya, xalqın əvrinə çox yox, mən veriliş aparırım, siz başa düşmürsünüz. Bu deyil, Şeyx Əbdül fikir bildirib ki, belə əxlaqsız qadınların nikahdan kənarda olduqları biz baladlanır. Niyə fikir bildirmişsiniz ona? Deyin ki, Şeyx nəyinə lazım? Böyükdür, yaxşı eləyib, azad cəmiyyətdə yaşayır. Yaxşı eləyirik. Bizim mental dəyərlərə zid gedənlərə bir ziyalı kimi borcumuzdur fikir bildirmək. Siz varsınız deyə ağzımı yumacağım. Mən görünat çəkirəm. Mən deyirəm, vicdə olmasınlar. Siz burada mən sizin işinizə qarşıyam ki, siz xörək yeyəndə qaşıqlıya sağ əlinizə tutursunuz. Adama deyirsiniz ki, yaxşı eləyirəm. Mən də veriliş aparıram. Xoşun gəlir, qulağınız xoş. Mən veriliş aparıram. Ad çəkmirəm kiminsə ünvanına ünvanlanmam. Valam, evimdə oturub veriliş aparıram. Bic doğanları obrazam izah edirəm ki, bic doğmaq və bic doğulmaq nə, hansı prosesdir. Ayıldıram da yerdən qalxanları. Ölü söyənə, yaxşı qaçan at özünə qamçı vurdurmur. Takoy privet, takoy atvet. Bəli, bir aktyor, bəli, mən hekayədə paylaşmışam. Şeyx Əbdül, gözəl bizim aktyorumuz, xalq artistimiz, o da açıqlama verib ki, bunları boykot edib, biabır eləmək lazımdır ki, şeydir, cəmiyyətdə bunların adı bicbaladır. İndi başa düşmürəm, siz varsınız deyə şeyx fikir bildirməklərdir. Elə danışırsınız ki. Nətər sığortalanmıyor, bir yazır heç kəs sığortalanmıyor, nətər yəni, sən git evli kişidən bir bala doğ, sonra denə belə oldu, başım nətər, sən yuxulu zad idin. Bunu planlayıb, illərlə, aylarla buna vaxt verir. Necə yəni? Qız, sizə sual verin, buradakı əziz xanımlar, əziz bəylər. Sizin bacınız, ananız yox, sizin bacınız, qızınız, nə bilim, əminiz qızı, bu cür həyat yaşasa, yəni bu qız adı ilə evli kişidən ərə getmədən, zaks kəstirmədən, dədəsinin evində, bir də görürüz, hamilə qalıb, uşaq doğur da nikahdan kənar. Sizə ant verirəm Allaha, nə cür baxarsınız? Bu verilişdir, bəli, sərbəst verilir. Nə cür baxarsınız, özünüzə yaraşdırırsınız. Mən kimisə həyatından danışmıyorum. Mən obrazdan sual verirəm, ümumi deyirəm, bic doğana, qeyri-qanuni doğulan uşağa bic bala deyirlər. Bic bala doğan, adı da qız olan insana, nəslinizdə olsa nə cür baxarsınız? Mən şəxsən dindirmərəm. Yox, mən heç kimlə danışmıram. Kimisə adını siz buraya yazın. Mən obrazdan həmişə də danışacağım. Kim də özünə götürürsə hodri meydan, getsin, versin məhkəməyə. Zaten veriblər də işləri havada qalıb götürülmür. Mən orada adını yazdıqlarınızın heç bir nəzərdə tutmuram dostlar. Mən veriliş aparıram. Mən orada demirəm ki, fulana deyirəm, filan kəsə demirəm. Mən veriliş aparıb bic doğanlardan yazıram ki, kim ərə telli duvaqlı gedirsə, ərdən boşanırsa, sonraki həyatını özü bilər, istəyər düz vurar, istəyər. Amma bu qız, adı qız, ata evində sən get, evli kişini içirt, gətir, pul müqabilində bic doğ. Mən bunu deyəcəm, belə. Əvvəllər 10 gündə bir dəfə deyirdim, indi hər gün deyəcəm. Səhər yuxudan qalxanda, axşam yatanda. O qədər deyəcəm ki, o qədər deyəcəm, biləsiniz. Məndə bir dənə xüsusiyyət var da, bunu eləmə deyəndə daha da eləyir. Mən veriliş aparıram. Xoşunuz gəlmir, baxmayın, çıxın da, bloka atın, çıxın. Bəlkə səhərin o başdan 200 nəfər burada. Xoşunuza gəlir mənim danışım. Mən kiməm? Təhsilli bir müəlliməyəm. Cəmiyyəti yerdən qalxan müğənniləri maarifləndirirəm ki, bic doğmayın, qanuni ailə qurun. Deməyin, başa düşün. Mən səlahiyyətimi, hüququmu əlimdən ala bilməsən, sən heç kimsən. Sən izləyicisən, xoşun gəlir, xoşun gəlmir, bax. Hər yerə nəzarət var. Mənim danışımda heç bir qanun pozuntusu yoxdur. Əgər olarsa aidiyyatı yerlər tədbir görərlər, siz narahat olun. Mən həftədə bir dəfə, indi hər gün afətlə doğru yoldasınız. Əziz xanımlar, sənətimizdə olan xanımlar, ələxsus.
ata evindən telli qulaqlı çalışın, ərə gedin. Bax, Günka kimi, o gün qəşəng özünə toy elədi, ərə getdi. Toy elədi, milləti yurda şahid oldu. İndi həmin vaxtda zaks kəstirə bilməyib, sonra kəstirəcək. Bəli, ailə qurdu. Yoxsa sən git, xalqın ərini gətir, arvadını gözü yaşlı qoy, kişini içit, başını yozmala evə sal. Və cibindən də pulunu uğurla. 5-6 dənə də biji doğub qoy ora, sonra denəm ki, ərim. Bu həyat düz həyat deyil. Ay onu eləyənlər, mən onu eləyənlərə üzülür deyirəm. Olmaz, olmaz. Uşaqlar biz bala adlanır. Nə qədər deyil? Все. O, Aysel müzikindadır. Aysel müzikindadır. Çiçək 1976, hə? Yox, biz doğanlar deyəndə bilirsiniz, bəs mən yaxşı ki, bu verilişi açmışam Çiçək xanım. Görürsünüz, yerdən qalxan o bəzi insanlar, bəzilərinə baxıb o cür həyat yaşamaq istəyənlər. Mənim bu maarifləndirmə verilişimdən sonra xeyli sayda dəyişikliklər var. Analar mənə səs atıb. İndi mən kimisə səsini burada yayınlaya bilmərəm ki, halal olsun sənə. Halal olsun, halal olsun. Ay canım, mənim evlərim elə gözəldir. Uçuşma vaxtını gözləyirəm sizinlə də. Sizinlə də mən. Bax. Deyil. Ana. Hə. Ay bala, mən obrazam deyirəm. Eləsi var, içirdir evə salır. Eləsi var, cibindən pulu danışır da arvadları mənə. İndi mən iş qadın yandıya mən verilişi belə oturub aparıb o xanımları dəvət eləyə bilmirəm də verilişini. Hə, eləsi var mənə səs atıb ki, ərimin kartını götürüb. Eləsi var deyir ki, biri kostyumunu uğurlamışdı kişinin. Ki, kişi kostyumdan ötürü evə qayıtdı da gəlsin o adamın evinə. Hə, belələri də var. Kişinin kostyumu. Qız Zeynal. Valla mənim heç kimlə işim yox. Mən adsat çəkmirəm. Siz onun bunun adını burada yazan. Özünüzsüz. Sizsiniz. Mən heç kimin adını çəkmirəm. Hər gün də verilişimi aparacağım. Heç kimin də başı üçün deyil ha. Kiminsə adını çəkib ünvanına bu cür şeylər desə. Yox, mən obrazam, mən maarifləndirmə amacı ilə veriliş aparsın. Xoşu gələn baxsın, xoşu gəlməyən. Sərf eləyən baxsın, sərf eləməyən də blok eləsin, çıxsın. Mənə var. O deyir, yazır, başqasının ərindən deyir, uşaq doğmaq pozğundur. Bəli.